Burada bir şəhidlərin çoxu var, milli qəhrəmanlar var. Onun qabağı nə gündə? Bərdə şəhərinin Babək küçəsində yanğından mühafizə idarəsinin qarşısında yerləşən 5 mərtəbəli yaşayış binasının sakinləri uzun müddətdir ki, yolun bərbad vəziyyətindən əziyyət çəkirlər. Onların sözlərinə görə illərdir baxımsız qalan küçə artıq istifadəyə yararsız hala düşüb və gündəlik həyatlarını çətinləşdirir. Ən çox narahatlıq doğuran məsələlərdən biri uşaqların məktəbə gedib gəlməsi ilə bağlıdır. Balçıq, dərin çuxurlar və dağılan asfalt səbəbindən məktəblilər hər gün çətinliklə hərəkət edir. Valideynlər isə övladlarının təhlükəsizliyindən ciddi narahatdır. Sakinlər bildirir ki, yolun vəziyyəti təcili tibbi yardım xidmətinə də mane olur. Bəzi hallarda təcili yardım maşınlarının əraziyə daxil olması çətinləşir. Bu isə xəstələrin vaxtında tibbi yardım almasını risk altına salır. Problemlər bununla məhdudlaşmır. Küçə həm də 2 nömrəli tam orta məktəbi və Qarabağ əlilləri müharibə veteranları şəhid ailələri üçün tikilmiş yaşayış binasına aparan əsas yoldur. Bu səbəbdən yolun yararsız vəziyyətdə qalması xüsusilə həssas qrupların hərəkətini daha da çətinləşdirir. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də indiyə qədər heç bir ciddi tədbir görülməyib. Daha ətraflı vətəndaşların öz dilindən dinləyək. Əmirova Kamilə. Babək küçəsində yaşayıram. Bax, bu binada, Pajanının qabağındakı binada, 60 ailəli binada. Qadan alın, bax bu yollar, bu binanın qabağı nə gündədir, nə vəziyyətdədir, onu görürsünüz. Bax, kanalizasiyanı dəyişdilər. Bura hamısı asfaltıdır, qəşəng düzgün yollarımız vardır. Kanalizasiyanı çəkdilər, bax qadan alın, saldılar bunu bu vəziyyətə, bu günə, bu uşaqlarımız məktəbə gedir, bax göz qabağındadır, suruçurlar, yıxılırlar, bax suruçur, yıxılır, bax dağın içində üzü quyulur. Buradan maşın gəlir, uşaq çarxın ödünü salır kanalizasiyanın içinə, bax dağın içinə, elə hər şeyə ilə dursun. Burada bir şəhidlər yığıncağı var, burada bir şəhidlərin çoxu var, milli qəhrəmanlar var, onun qabağı nə gündə? Uşaq burayla məktəbə gedir, bax görürsünüz. Ta ki Qarabağ əllərin qabağından bax, bu yola kimi vəziyyət göz qabağındadır. Belə olmaz, adiyyəti qurumlardan xahiş edirik. Gəlsinlər buna əncam düzəltsinlər, ona bir təhvil görsünlər. Buzluğun içində körpə uşaqlar gedir, özünüz görürsünüz. Burada sakinlər yaşayır, burada uşaq gedib gələr. İskoru çağırırıq, gəlmir. Uşaq hazırlığa gəlirlər, gəlmir. Şöyle nə vəziyyətdə? Məktəbə gedib gəlmək mümkündür. Hamısı qalın yolda, hamısı batır batdağa. Qadan alın, buna bir tədbir görsünlər. Xahiş edirik bütün adiyyəti qurumlardan, rəhbərlərdən. Artıq dərəcədə buranı gəlsinlər, asfaltlasınlar, buna bir tədbir görsünlər.